31 Mart soyqırım və 1918-ci il. Bu tarix hər kəsə bəllidir. Mən bir hadisəni 1918-ci ilin 31 Martını soyqırım, Azərbaycanlıların soyqırımını mən qeyd etmək istəyirəm. Ümumiyyətlə, haqq hər zaman incəlir, üzülür, amma qalib gəlir. Təsəvvür edin, Şamaxıda böyük hörmət sahibi olan Cəfərqulu Axund olub. Mən onun tarixini oxuyanda inanın ki, dəhşətə gəldim. Ermənilərin, cinayətkarların, həqiqətən Allah lənət eləsin, onların o soyqırımı, o cinayəti Qubada, Xaçmazda, bütün Respublikanın Lənkəranda, Gəncədə bu cinayətləri törədə-törədə amansızlıq edə-edə təsəvvür edin, gəlirlər Şamaxı məscidinə, orada insanlar hamısı ümid və pənah yeri bilib məscidə yığılışıblar, toplaşıblar ki, burada dua etsinlər, bir pənah və bir qibləgah yeridir məscid. Həmən Cəfərqulu Axundun tarix hələ belə yazır, Cəfərqulu Axund. Onun ətrafına insanlar yığışır, deyirlər, Axund dua ilə, Allah bu ermənilərin şərrindən, fitnələrindən bu xalqımızı bəladan qorusun və insanlar dua edir. Deyir, ermənilər məscidə daxil olurlar. Birinci həmən o Cəfərqulu Axundun saqqalını bir-bir çəkirlər. Qan axır. İnsanlar da qışqırırlar. Amandadılar. Həmən o erməninin başında dayanan cani, cinayətkar göstəriş verir ki, bununla məsələ bitməyəcək. Axundun dişlərini çıxardın. Bir-bir dişlərini çıxardırlar və sonra deyir, gözlərini çıxardın. Bu faciədir. Gözlərini çıxardın. Gözlərini çıxardandan sonra qan aparır həmən Axundu və sonra qulaqlarını və burnunu kəsirlər və o şəhid olur orada. Şəhid olur. Və sonra nə edirlər? İnsanlar, orada qadınlar, uşaqlar, cavanlar, yaşlılar bir-bir onların qulaqlarını kəsirlər. Qadınların hətta bətnindən məsciddə uşaqları çıxardırlar, ana bətnindən yararaq. Bu necə bizim yadımızdan çıxa bilər? Biz necə bunu unuda bilərik? Bu tarixi bir gerçəklikdir. Və sonralar Şamaxının 80 kəndinin talihi bu cür olur. Soyqırım eləyirlər. Tək mən burada Şamaxını demirəm, bütün Azərbaycanın hər yerində daşnaqların törətdiyi vəhşiliklərin həddi hududu olmur. Bugün biz artıq intiqamımızı, qisasımızı aldıq. 44 gün vətən müharibəsi bizə əsas verdi ki, yeganə bütün dünya bundan danışdı ki, səfərbərlik xidmətlərində cavanlar növbə ilə dayanıb, bu deyir, mən gedirəm şəhid olmağa, o deyir, mən gedirəm. Çünki erməni intiqamı bizim içimizdə qalmışdı və bugün də qalıb. Hələ bitməyib, qalıb. Və məsələ nədən ibarətdir? Öz torpağı yolunda, öz vətəni yolunda, namusu yolunda şəhadət şərbətini içirsə şəhiddir.